Başlayaq birinci. Eşitirsiniz məni? Aha, ses gəlir. Birinci məsələ nədir? Deməli, biz LinkedIn profili bizim birinci olaraq niyə vacibdir? Ümumi olaraq biz niyə LinkedIn işlətməliyik? Bu suala cavabı tapmalıyıq. Çünki LinkedIn son 2 il prosesə qədər çox hype olmayan, çox girilməyən, girildikdə sadəcə CV-sini paylaşıb open work yazılan bir platforma idi. Əslində bu LinkedIn platforması bu üzrə qurulmuşdu. Amma burada belə deyim, Kamal Mahmudovu yəqin ki tanıyanlarınız çoxdur burada. Onun bu LinkedIn platformasının məşhurlaşmağında Azərbaycan bazarında böyük rolu var. Ağızdan ağıza, təlimdən təlimə LinkedIn artıq hər kəs üçün bir platformadır, istifadə etdiyi bir platformadır. Amma mən sizin bir neçə nəfərin LinkedIn platformasına baxmışam. Yenə dediyim kimi ad yadda saxlaya bilmədiyimə görə tam deyə bilməyəcəm. Məsələ bizim orada nəyə görə olmağımızdır. Biz həqiqətən LinkedIn üçün varıqmı? Bəlkə bizi xoşbəxt eləyəcək yer Instagramdır, heç LinkedIn deyil. Birinci bunu tapmalıyıq. Biz birinci olaraq LinkedIn-də peşəkar platforma, peşəkar profil açmalıyıq. Hansı ki, bu bizim profil şəklimiz, əlavə olaraq arxa fonumuz, about hissəmiz. Məncə sertifikatların və yaxud da ki, iş təcrübəsinin 5-6 könüllü iş təcrübəsinin yeri bir o qədər orada vacib deyil. Hansı ki, bir neçə dənə yaxşı yerləri orada yazmaq, nəinki 15 dənə yeri yazmaqdan qat-qat yaxşıdır. Mən LinkedIn platformalarını bəzən araşdırıram. Burada oba marketdə kasserdən tutmuş, ambardar olaraq vəzifəsini yazanları var. Yaxşı bir şeydir, amma deyirə yaxşı edirsən, amma düz eləmirsən məsələsidir. Məncə LinkedIn qısa və net platforma olduğuna görə biz də orada qısa və net olmalıyıq. Gəlin mən LinkedIn-imə girim. Girə bilsən. Okay. İstəyirəm ki, sizə öz üzərimdən tanışım. Bizim ən böyük problemlərimizdən biri LinkedIn-i birinci bir mənalı olaraq açmamaqdır. Risk eləyə bilmirik, qorxuruq. O bazarı bilmədiyimizə görə qorxuruq ki, orada bir yırtıcı var. O yırtıcılar gəlib bizi yeyəcək. Məsələ elə deyil. Gəlin bu profilimin üzərindən sizə birinci olaraq nə etmək lazımdır? Oradan başlayaq. Mənim bu arxadakı profil şəkil məsələsidir birinci. İlk profil şəkildə bizim profildən olan şəklimiz tam şəkildə aydın, arxada heç bir fokusu dağıdacaq bir şəkil olmalı deyil. Məsələn deyirəm, insanlar və yaxud da ki, parta, oturaraq, bunlar LinkedIn üçün çox yaxşı bir alqıyıcı anlama gəlmir. LinkedIn şəklimiz çox sadə, lakonik formada olmalıdır və ümumi olaraq qurşaqdan yuxarı sadə və spesifik şəklimiz olmağı burada ən vacib şərtlərdən biridir. İkinci məsələ bizim arxa fonumuz. Mən kofeni çox sevirəm deyə son bir neçə aydır bura kofe şəkli qoymuşam. Halbuki burada şəxsi brendinq yaradırıqsa LinkedIn-də şəxsi brendinqə uyğun hansısa bir foto şəkli hazırlayıb qoya bilərik. Bu əslində LinkedIn-in verdiyi hazır şablondur. Biz bunu Canva-dan da istifadə edə bilirik. Gəldik bizim ad soyadımıza. Sizdə bir neçə xanımda adlarda hərflərdə ə ilə yazanlar, e ilə yazanlar var idi. Hansı ki, mənim də adım Əlizamin olduğuna görə Əlizamin yazmalıyam. Sadəcə LinkedIn-də ad standartlara uyğun olduğuna görə Alizamin yazdım. Heç Əlizamin də yazmamışam prosesdə. Bir də bizim hal-hazırda xidmət göstərdiyimiz və yaxud işlədiyimiz hansı şeyə daha çox vaxt sərf eləyib
kimlərə oradan fayda verə biləcəyimiz nələr varsa, bunu düz bura yazırıq. Şimdi mən nə yazmışam? CRM Systems Manager, Business Development Manager, Copywriter, bir də satış meneceri. Content Creator-da yenə iş götürdüyümə görə yazdım. Əvvəl yazmadım. Bunlar mənim bu formadakı yazı sizin platformadakı paylaşımlarınıza xas olmalıdır. Şərti deyirəm. Siz bura yazırsınızsa trainer, məsələn, gym trainer, amma platformada sağlamlıq haqqında, məşq haqqında heç bir şey yoxdursa, deməli onu bura yazmaq bir o qədər uyğun deyil. Məsələ burasındadır. Gəlirik bizim paylaşımlarımıza. Bu arada bizim About hissəmizdə, daha doğrusu iş deneyim hissəsində mən 2 dənə yer yazmışam. Əvvəl işlədiyim təhsil nazirliyi, indi işlədiyim özəl şirkət. Halbuki ondan qabaq bəlkə də bir 50-yə yaxın könüllüdə olmuşam. Nə bilim, fəhlə işləmişəm, satıcı işləmişəm. Bunların heç birini bura yazmıram. Məsələ belə deyək də, insanları aldatmaq deyil də. Yəni kimin nəyinə lazımdır ki, mən obada kasser işləmişəm. Əsas lazım olan sənin hal-hazırda işlədiyin yer və bundan qabaq son axırıncı dəfə işlədiyin yer. Son 2 yerdir. Ondan qabaq işlədiyin yerlər həqiqətən məsələn Mastar kimi yerdirsə, Kaspiyan kabel kimi yerdirsə, Paşa kimi yerdirsə, okey, yazmaq olar. Bu arada CRM haqqında məlumat olanlarınız var. Mən burada yazdıqlarımdan nə başa düşürsünüz? Sales Manager okeydir. Copywriter, Content Creator-da bilənlər %190-dır. Məsələn, CRM bir də ERP sistemidir. Mən CRM yazmışam, halbuki burada. Şimdi bilən varmı ki, CRM nədir? Məncə Customer Relationship Management-dir. Yəni, amma tam olaraq nə işlə məşğul olduğunu çox da bilmirəm. Okay. Mənim platformamda mən burada contentlə copywriterlığı bir yerdə vizuallaşdırıb ERP və CRM-i burada təbliğ edirəm. Postlarımın %70%-i onunla bağlıdır. Biznes, satış, ERP, CRM. Bunu düzdür, AI eləyib. Amma yazdığım content, məsələn, content creatorlıqdan irəli gəlir, ümumi olaraq LinkedIn contentinin uyğun olmalıdır. Lokal, sadə, qısa və net. Amma o qədər də anlayışlı, başa düşülən proses olmalıdır. AI burada bizim həddən artıq əlimizi tutur. Çünki mən burada frontu verirəm. Bizim burada məsələmiz nədir? Qısa olaraq. Məsələn, müştəri ilə danışırıq. O müştəri ilə necə biz bir-birimizdən bağ yarada bilərik? Birinci bağ odur ki, bir-birimizi tanımırıqsa, bu telefon vasitəsilə olur. Digər, telefondan sonra Azərbaycanda son 1 ildən artıqdır ki, moda düşən coffee break, daha doğrusu coffee shop, qəhvə içmək məsələləri və AI-yə prompt verəndən sonra, bu da sizə o qəhvədən sonra hansısa bir məsələnin razılaşmanı gətirib çıxardır. Bir növ. AI bunu çox yaxşı sadə formada eləyir. Düz mən pullu AI-dan istifadə edirəm. Pulsuzda da demək olar ki, bunu eləyə bilir. Məsələn, ikinci olaraq bizim CRM, ERP ilə WhatsApp məsələmiz var idi. Bu arada CRM xanımın Həşimli Jahil xanım dediyi kimidir. Hansı ki, burada müştəri portfolionun yığılmasıdır. Biz müştəriləri tam olaraq necə izləyirik? Soyuq zəng eləyirik və yaxud da ki, ümumi olaraq danışırıq. Adamın deyir, vaxtım var, ya vaxtım yoxdur, sizinlə bir neçə vaxt sonra danışarıq. O unudulub gedir. Biz onu hansısa bir yerə yazmırıq, follow-up eləmirik. Halbuki CRM istifadə etdikdə bizim onunla danışdığımız bütün proseslər, əlavə olaraq biz ona nə vaxtsa toxunmalıyıqsa, bu bizim bir dənə müştərimiz yox da, yüzlərlə, minlərlə müştərimiz var. Faktiki olaraq biz insanıqsa, bunların hamısını bir insan olaraq sata bilmirik. Proqram şərti olaraq həmin vaxtda bizə xatırladır o prosesi ki, Ərzan məsələn deyirəm. Fatma xanımla 3 ay bundan qabaq tanışmısan, hal-hazırda ayın 16-sı günü sabah saat 3-ün özünə task qoymusan ki, danışasan. Bu sənə onu verir.
danışmaq istəyəndə də sən bundan qabaq nə danışmısansa, şərti deyirəm. Onlar data olaraq orada olur deyə, sən onunla sabah danışanda məsələ yaddan çıxdıqda, o söhbəti qısa xülasəsini ona dedikdə bəzən xatırlayır. Hətta elə olur ki, məsələn, danışırsan, üstündən bir 10 gün keçir, adam xəstədir, şərti deyirəm. Zəng edib deyirsən ki, məsələn, Fatma xanım necəsiz? Səhhətiniz necə oldu? Keçən dəfə möhkəm xəstə idiniz, 39 qızmamız var idi. Bu sadəcə söhbətdən irəli gələn prosesdir. Artıq o söhbəti siz özünüz yaratmalısınız. Adam da deyir ki, bu necə mənim qayğıma qalır da, şərti deyirəm. Halbuki bu okey qayğılar qalmaqdan əlavə olaraq da CRM-dir ki, biz onu platformada görürük. Bu, məsələn, content copywriter kimidir. ERP ilə Excel-in, belə deyək, fərqliliyin izah edirik. Postları nəyə görə göstərirəm? Bu postlar bizim about hissəmizdə işlədiyimiz bölməyə uyğun olmalıdır. Və yaxud da, məsələn, ERP nədir? Bu bizim tədbirlərdir, bunlar heç. Bütün platformadakı postlarımız bizim about hissəmiz və hal-hazırda xidmət göstərdiyimiz yerə uyğunlaşmalıdır. Mən əvvəl, bilmirəm, Crescendo uşaqlarından mənim bir dənə Fatimə tanıyır. Navigatorda olanda bura hər şey Sunas yazmışdım. Axtarışda olan adam. Çünki kontent olaraq bilmirdim nə paylaşım. Amma prosta LinkedIn açmışdım, belə deyək. Mən yavaş-yavaş onların dərslərini alaraq, öyrənərək bir kontent yaratmağa başladım. Ki, burada Sona xanım da mənə çox yaxşı dəstək oldu ki, sən çox yaxşı content creatorsan və özünün bu prosesdən xəbərin yoxdur. Mənim əvvəlki postlarım, Ceyhun Fərzəliyevi bilmirəm, tanıyanlarınız varsa, mən onu tanımırdım. Gəlin o postlarda göstərim sizə. O kontentdə paylaşırdım və Ceyhun Fərzəliyevi tanımırdım prosesdə. Bildirlər ki, sən Ceyhun Fərzəliyevə oxşuyursan. Sima baxımından yox, yazı baxımından və yazıların ona oxşuyur. Ondan sonra biraz ondan ilhamlanıb başladım, ürək eləyib başladım paylaşmağa kontentlərimi. Göstərəcəm sizə. Bu eybəcər şəkillərə fikir verməyin. Bu arada, kontentlərimiz belə dolu olmalıdır. Ən azından həftədə 2 dəfə, 1 dəfə postlar paylaşmalısınız. Şərti deyirəm. Bunu baxın, bu navigatorla bağlı post idi. Hansı ki, navigatora qoşulandan sonra mənim həyatım %90% müsbətə doğru dəyişdi. Burada məsələn yazmışam ki, navigator insanları yoldan çıxarır ki, maşın vurmasın. Navigator da yolda maşına yox, səkidə insana toxun. Navigatordan əvvəlki mən şərti deyirəm. Bir də bizim navi uşaqlarımız. İndi gəlirik ikinci məsələyə. LinkedIn-də əlaqə qurmaq məsələsi. LinkedIn-də əlaqələri prosesdə necə qururuq? Biz platformada ilk olaraq kontent planı hazırlayırıq ki, bizi LinkedIn-də şərti deyirəm, şəklimizi oradan götürsələr və ad soyadımızı oradan götürsələr, bizim yazı tərzimizə uyğun bizi tapmalıdırlar ki, bu yazı tərzi şərti deyirəm, məsələn, Fatimənin yazı tərzinə oxşuyur, ya Orxan Şahbazın yazı tərzinə oxşuyur. Profilini görməsələr belə. Biz də orada o formada image yaratmalıyıq. Şərti deyirəm, biz tarixçi isə tarixdən başlamalıyıq yazmağa, riyaziyyatçıyıqsa riyaziyyatdan başlamalıyıq yazmağa. Ümumi olaraq hər şey şunasıqsa, şərt olaraq mənim kimi deyirəm. Ən azından nəyisə copy-paste edib yazmalıyıq bura. Və yaxud da ChatGPT-dən də istifadə eləyərik. Əsas məsələ LinkedIn-də o deyir, karvan yolda düzəlir. Əsl karvan LinkedIn-dir. Siz paylaşdıqca həqiqətən yolda düzəlməyə başlayır. Bir də görürsünüz ki, axşam paylaşdınız, gördünüz cümlə söz deyə bilmədim. Daha doğrusu baxışınız həddən artıq qalxmağa başlayır. 4000, 5000, bir də görürsən, yatdın, durdun, axşam səhər durursan ki, 8000 sənin baxışın var. Halbuki sən platformanı yeni açmısan. Burada baxış və follow yığmaq çox asandır.
Amma məsələ LinkedIn-də follower yığmaq deyil də. Biz Instagram deyilik. Burada yaxşı kontentdən əlavə olaraq yaxşı connection qurmaqdır. Şimdi mən burada düz 3 dəfə 2000, 2500, bir də 1700 civarında iş təklifi almışam. Hansı ki, mənim orada işdən çıxmaqla bağlı postum var idi. O postdan bir gün axşamı daha doğrusu yazdılar ki, bəs Əzlan bəy, orada yazmışsınız ki, işdən çıxmışam. İstəsəz bir dənə iş görüşərdik işlə bağlı. Ki, bəs 3000 manat pul veririk. Hansı ki, burada gələsiz, bizim işlərimizi görəsiz. Təbii olaraq ki, mən də getmədim. Çünki heç kim heç kimə birdən-birə 3000-i təklif eləmir və burada fırıldaqçılar da var, deyil. Sonradan mən o şirkəti araşdıranda bildim ki, adam mühasibdir və o şirkət batmağa doğru gedirmiş. Mən də orada mühasib köməkçisi kimi getməli idim. Halbuki bütün işlər mənim boynuma qalacaqdı. Orada sizə yazan adamın platformasında çox yaxşı şəkildə araşdırmalısınız profilin. Çünki mənə yazan adam ad soyadı yox idi, şəkilləri yox idi, sadə bir dənə lokanik bir profil idi. Bura qədər hər şey aydındır. Bəli. Aha. Bir də sizin asar sözlərdən istifadə eləməsi, bacarıqlarınızı yazdıq. Asar sözlər nələr olmalıdır LinkedIn-də? Bizim LinkedIn-də asar sözlərimiz bu Instagramda necədir? DS qoyuruq, asar sözlər yazırıq. Bu asar sözlər bizim qarmaq cümlələrimizdir. Hansı ki, post yazanda postun başlığı o qədər qarmağı o qədər belə dadlı olmalıdır ki, o postu başlasınlar oxumağa. Burada da belə deyək, baza LinkedIn, Instagram və TikTok kimi işləyir. Hansı ki, ilk olaraq səni bir 500-600 adamın qabağına çıxardır və ondan sonraki vəziyyətdə o bəyənmə, komment səni daha da çox adamın qarşısına çıxartmağa sövq verir. Daha sonra profildə şəbəkə yaratmaq. Biz məşqçi olaraq çox vaxt müxtəlif tədbirlərdə olduğumuza görə bunu mən əvvəl nömrə ala bilmirdim prosesdə. Məsələn, adamlar olurdu ki, çox yaxşı content creator'dır və yaxud da ki, çox yaxşı bir müəssisənin işini aparan bir adamdır və həddən artıq çəkinir nömrə verməyə və bu barədə mən də nömrə ala bilmirdim. Kimi hansı bir iş görməyə və yaxud da ki, hansı bir iş qurmağa. LinkedIn ən gözəl platformadır ki, adam qəfləti sənə deyir ki, LinkedIn-imiz var, orada followlaşaq. Adam orada sənin şəxsi portfoliyona baxır. Siz orada 5 dəqiqə danışırsınız, sizi axşam gedir 20 dəqiqə, 25 dəqiqə o profildə başlayır analiz eləmək ki, mən bu adamla ünsiyyət qura bilərəm, yoxsa yox. Mən bu adamla hansı bir işi görə bilərəm, yoxsa yox. LinkedIn platformanız o qədər sadə, lokanik və inandırıcı olmalıdır ki, siz yad bir adam o profilə girəndə follower olmasa belə ən azından burada bir belə yaradıcı, düşüncəli bir adamın olduğunu bilməlidir. Yoxsa mən bir 10, 15, 20 postdan sonra o copy-pasteləri inteqrasiya edə bilmirəmsə öz beynimlə, artıq hamı görür ki, məsələn deyirəm də, Ərzamın ancaq hər bir şeyi copy-paste edir. Və məsələn, Şəms xanımın yazılarını copy-paste edir, biraz cümləni dəyişir, paylaşır orada. LinkedIn əvvəlkindən daha çox leveldə yüksəlib deyə hamamını orada demək olar ki, tanıyır. Bu başıma gələn prosesdir. Ki, görmüşəm ki, eyni yazını başqa bir adam yazıb ki, demişəm ki, məsələn, şərti deyirəm, demiş ki, bəs sənin yazın paylaşılıb, bəs belə-belədir. Adam deyir, yəqin ki, copy-paste edib. Bir də mənim heç xoşuma gəlməyən və özümün belə bir dəfə paylaşdığım nailiyyətlərinizin ifadə eləmək prosesidir. Bu, mən bir dəfə Div Akademiyada 60% təqaüd qazanmışdım, onu paylaşmışdım. O tendensiya çox böyük lokal oldu. Bir 8 minə yaxın bir görüntülənməm oldu. Hansı ki, orada komment yazanlar var idi. Çünki bazarda hamı ora imtahan vermişdi və bir-birlərini təbrik yazırdılar, tanıdı, tanımadı. Bir 15-20 followerim o prosesdə artdı. Halbuki heç xoşlamıram.
Amma nə qədər düzgündür deyə bilmərəm. Amma mən onun bir o qədər də tərəfdaşı deyiləm. Adam gedir məsələn 2 manat 50 qəpiyə sertifikat gətirir, onu paylaşır ki, ən böyük uğurum. Biraz o şeylərdən uzaq olduğuma görə məsləhət bilirəm, amma ən yaxşı sertifikatınız çox beynəlxalqsa, məsələn TOT şərti deyirəm. Crescendo-nun özü, navigatorda belə paylaşmışam. Navigatorun özü varsa o ayrı məsələ. Amma məsələn getdin şərti deyirəm, sertifikat verdilər iştiraka görə. Necə olar paylaşmaq hansı bir rəhbərin gözündə bir o qədər yaxşı səslənmir. Bir də prosesdə tövsiyələr almağınız çox vacibdir ki, mən həqiqətən profilimi qıraqdan baxanda hansı səhvlər eləyirəm, kontent yazdığım prosesdə nələri düzgün yazmıram, harda düzgün hərəkət eləmirəm, platformamda şəklim nə qədər düzgündür, nə qədər LinkedIn-ə uyğundur. Bir də profilinizi daim şəkildə inamlı eləyin. Məsələ nədir? Həmişə postlarınız ya düşündürücü, ya da ki, qətiyyətli olsun. Bəzən bir neçə adam var LinkedIn platformasında hype eləyir, hansı ki, azadlıqdan danışır, şərti deyirəm. Biz burada yaxşı yaşamırıq və yaxud da ki, digər ölkə buradan daha yaxşıdır və çox yaxşı, belə deyək, bəyənmə yığır. Amma o bəyənmələr Instagram və yaxud da ki, Facebook, TikTok kimi deyil. Onun davamlı şərti olaraq gəlmir prosesdə. Burada daha high level, daha zadəgan, sözün yaxşı mənasında postlar həmişə qabaqdadır. Həmişə. Bir də ki, ən böyük və yaralı yerlərimizdən biri. İstənilən profilə sizin marağınızı cəlb eləyən, məsələn deyirəm, hansı bir kontent gördünüz, post gördünüz ki, hansı ki, orada bir fikir bildirə bilərsiniz, çox yaxşı. Çəkinməyin ki, sizi tanıyır, tanımır. Lokallığı qoruyaraq, subordinasiya qaydasını qoruyaraq şərh yazın. O şərh sizə müsbət tərəfdən ən zəifin follower olaraq dönəcək. Ən zəifini deyirəm. Çünki prosesdə bu hissədə sizin profilinizə girəndə göstərəcəm. Sizin paylaşımlarınızdan başqa yorumlarınız var. Ki, adamlar birinci paylaşımlarınızdan sonra yorumlarınıza baxır ki, məsələn deyirəm, siz nələrə fikir bildirmişsiniz. Mənim yorumlarımı görsəniz, bir-ikisi təbriklərdir, digərləri uzun-uzun kommentlərdir. Çünki onlar həm düşündürür prosesdə, həm də ki, sizi digər insanların qarşısına çıxardır. İndi sizdən bir neçə sual almaq istəyirəm. Hal-hazırda LinkedIn-i aktiv şəkildə istifadə edən varmı? Mən istifadə edirəm, amma uzun zaman olar ki, paylaşmamışam heç nə. Başqa? Mən də istifadə edirəm, amma özüm heç nə paylaşmıram. Sadəcə olaraq gündəlik girib baxıram postlara. Eynən, mən də hər şey eləyirəm demək olar ki, amma post paylaşmaq mənim üçün, bu mənəm bu arada. Post paylaşmaq mənim üçün çox əziyyətli olur. Yəni nələrsə olur və bilmirəm, xüsusi zaman ayırmıram onun üçün ki, çox yaxşı tutaq ki, post mətni hazırlayım, paylaşım və s. axır. Amma bu təlimdən sonra düşünürəm ki, o başlanğıcı eləməliyəm artıq. Başlanğıc deməyim də, işte davamlı olaraq paylaşmağı nəzərdə tuturam. Baxın, indi mən sizə ən birinci postumu göstərəcəm. Çox klişe, söhbətgahın videosundan olan Qafar Dəmirçinin şəklini paylaşmışdım. Mən söhbətgaha ilk dəfə Qafar Dəmirçinin videosundan baxmağa başlamışam. Ondan bəri də baxmağa davam edirəm. Sadəcə fikirlərimi orada başladım yazmağa.
Məsələn, ABB-nin bunu reklamında ABB mənə şey yazdı ki, gəlin burada copywriter işləyin. Halbuki mənim ilk addımlarımdır bu. Görə bilirsiniz də yəqin. Yatma yatır. Bu onların kəşfiyyətinə gedib düşmüşdü necəsə. Mən də bildirdim ki, dürüst oldum ki, mən copywriter falan deyiləm. Mən yeni başlamışam. Ona görə sizin işlərinizi pozmaq istəmərəm. Bax, şərti deyirəm, bu mənim yeni başlayanda olan nəyimdir? Postlarımdır. Ramazan bayramı haqqında yüngül nəsə paylaşmışam. Sadəcə paylaşım olsun. Bir də çox yaxşı, bu yaxşı yadıma düşdü. Təlimlərə getdiyiniz zaman, yəqin ki, Yusuf Qasımovu tanıyanlarınız var. Tanıyan var Yusuf Qasımovu. Yes. Mən də tanıyıram. Yeni də şeyə çıxdı. Bu səs yarışmasına. Səs Azərbaycan. Aha, Səs Azərbaycan. Yusuf Qasımovla biz bayaq paylaşdığım o getdindi. Paylaşdığım kontentdə tanış olduq. Hansı ki, getmişdim təliminə, əza ilə bağlı və o şəkil təlim deyəndə şəklini çəkdim qəflət olaraq. Paylaşdım, onu da etiketlədim. Adam da komment yazdı ki, çox sağ ol, təşəkkür edirəm. Ondan sonra Paşada işləyən nə qədər o leveldə olan adam varsa, follow atmağa başladı. Düzdür, mən onlardan başqa nəsə geri dönüş almadım. Amma ən azından səhifə, belə deyək, Paşa tərəfindən, Paşanın işçiləri tərəfindən də görünməyə başladı. Və o taktikanı bir neçə dəfə işlətməyə başladı. Məsələn, Seymur Rəsulovun tədbirində Seymur Rəsulov yazır, plus Ayım mənim profilimi tanıyır. Ayımı işarələyən kimi Ayımdan dan eləyir. O adamlar, məsələn, Ayım paylaşanda da belə deyək, Ayımın follow eləyənlərə də gəlir ki, Ayım hansısa bir adama şərh yazdı. O da promo girir, baxır ki, kimə yazır, baxır görür ərzamını. Girir səhifəsinə, xoşuna gəlirsə follow eləyir və yaxud da ki, yazır. Xoşuna gəlmir, deyir, nə paylaşımlar edir, ignore edir, çıxır prosesdə. Ona görə də çalışdığınız qədər tanınan insanların, halbuki mən Yusuf müəllimi o vaxta qədər tanımırdım. Sonradan gördüm ki, bazarda tanınan insanlardandır. İndi də ünsiyyətimiz var, çox yaxşı ünsiyyətimiz var Yusuf müəllimlə. Bazarda tanınan insanların, bir də sadə insanlarda məsələ gedir. Onlarla olduğunuz prosesdə heç vaxt yanında yox, mən onu tövsiyə eləmirəm. Təlim verən zaman qəfləti şəkil çəkin. Maşallah, bir dəqiqə hamının əlində iPhone var. Mənim kimi Samsung falan deyildi. 16 dənə şəkil çəkmişim, axırda bu normal olub. Bir dəfə ağzı belə düşüb, bir dəfə gözü belə düşüb. O görür ki, o həm onun brandingidir. Ki, biri var, mən onun yanında çəkirəm. Bir də var ki, o təlim dediyi zaman, o proses, oradakı prosesdə orada başlamışım izah eləməyə. O əzal məsələsində. Həm ona qatqı qatır, həm də ki, sənə qatqı qatır prosesdə. Bunu eləsəz, ən azı əgər LinkedIn-ə follower sayısına görə girmək istəyənlər varsa, çox sürətli şəkildə bunu qaldıracaq. Bunu başqa iş adamda işləyəcəyini deyə bilmərəm, amma məndə çox yaxşı işləyir. Düzdür, çoxdan da təlimlərə getmirəm, amma getdiyim təqdirdə paylaşıram. İstər-istəməz paylaşıram. Çox da yaxşı. Bu da mənim Toğrul müəllimlə. Biz Toğrul müəllimi o vaxtı tanımırdıq və mən bu kruka girmək istəyirdim. Onda Crescendo falan bilirdim, o boş şeylər kimi baxırdım. Bu profildəki şəkildə mən sadəcə əl çatmaz insanlar kimi baxırdım hər şeyə. O da, nə bilim, Adil müəllim, düzdür, Adil müəllimin yaxınlarından əlaqəm olsa da, digər insanlarla əlaqəm yox idi. Çox belə, bu şəkil mənim elə bir şəkildir ki, çox düşüş vəziyyətdə olan bir modum var. Çox səssiz vəziyyətdəyəm hər şeydə. Sadəcə oturub düşünürəm. Qızların bir sözü var, overthinking deyirsiniz. O vəziyyətdəyəm. Əlhəmdülillah,
bir il tamam olmadı. Bu şəkil bir il bundan qabaq. Keçən il ki, biganə qalmadı. Biz Toğrul müəllimlə yol yoldaşı da olduq. Tədbirlərdə təşkilatçılıq da elədik. Həmd olsun. Bu LinkedIn-dən irəli gəlmədi. Amma bəlkə də fikirləşirəm ki, bu əzmdən, LinkedIn-də yazılı postlardan da irəli gəldi. Ki, ən azından hardasa bir efor verdin ki, o eforun qarşılığından bir feedback ala bildin. Məsələ oradadır. Ha, bu mənim ikinci postumdur. Ki, hansı ki, nə paylaşmışam? 24-cü 3-cü ay 2022-ci ildə Əli Xəyyamla DJ Turalın Söhbətçi podkastını gördüm. Qonaq Qafar Dəmirçi filan paylaşdım. İlk 914. Çox da yaxşı idi. İmpressiya. Ya başladım yavaş-yavaş paylaşmağa. Deyim ki, hal-hazırda indi də aktivəm. Çox da aktiv deyiləm, təəssüf ki. Amma hal-hazırda Sura xanıma söz vermişəm ki, aktivliyimi qoruyacağam. Belə bir şey deyim, bir sualım da olacaq sizə. Mən düzü Instagramda elə çox story falan paylaşmıram. Amma bu arada yeni kitab almışam, çox əla bir kitabdır. Onun birinci gününü paylaşmışam. Gündəlik yolu 100 gün ərzində 100 dənə təlim verir. Onları storymda yavaş-yavaş paylaşmağa başlayacağam. Kim istəsə sabah yox, birinci gündən etibarən o postlara baxa bilər. Problem deyil. Kim story paylaşır Instagramında? Şey demirəm, şəkil filan demirəm də, bu post kimi demirəm. Story paylaşır sadəcə. Paylaşıram. Günay xanımdan başqa heç kim yoxdur təlim məşğul. Başqa. Söhbət hər gündən gedir, yoxsa ümumiyyətlə? Hər gün Ümumiyyətlə olmasın. hocam, Şərti deyirəm də, ayda bir 10 dənə, 15 dənə. Bəli, Yox. mən paylaşıram. mən də paylaşıram, amma o asılıdır dövrdən də. Bəzən olur ki, heç bir ay paylaşmıram, amma elə də olur ki, dalbadal paylaşıram. Amma mən də. Paylaşırsınız. Bəs LinkedIn-də niyə paylaşmırsınız? Məsələ nədir? 15 dəfə paylaşdığınızın ən azı həftəyə bir dənəsini bura paylaşsanız, aya 4 dənə eləyir. Mən deyim səbəbini. Çox titiz oluram orada nəsə paylaşanda. Məsələn, səhv etmirəmsə 3 dənə postum var. İlk postum vəbşə tutmuşdu. Mənə çox həvəs gəlmişdi. Təsəvvür edin, məndə 100 neçə connection var idi. O postdan sonra qalxdı 500 neçə oldu da connection. Yəni çox sevinmişdim və sonra dedim Adınız davamlı. nədir? Günay Allahverdiyeva. Ha, siz bayaq follow-dan oxuya bilirəm. Sonra nə oldu Yo, daha? yo, mən o deyiləm. O biri Günay idi. Hə. Aha. Sonra bir dənə də post paylaşdım. Bu həm tutmadı, ən axırıncı postum. Bu tutmadı. Biraz ona görə həvəsdən düşdüm də. Amma sonra dedim ki, yox, daha paylaşacağam da. Baxdım ki, amma çox vaxtım alır. Məsələn, mən o postu hazırlamağım, yemək yeyib, sonra bir şeylər edirəm falan filan. Gəldim axırda hazırlamağa, mən 1 saata vaxtım aldı. Ona görə paylaşmağı dayandırdım. Amma yenidən başlamaq istəyirəm, amma çox da belə həvəsli də deyiləm. Deyəsəm bu təlimdən sonra başlayacağam. Həvəsli olmağınızın səbəbi nədir? Çox Olmamağınızın vaxt səbəbi. alır. Çox belə hər şeyi detalına kimi fikir verirəm ki, nəsə bir səhv getməsin orada. Yəni niyə səhv getməsin, onu da bilmirəm. Yəni səhvdə də nə olacaq ki maksimum? Eynən. Oradakı adamlar Instagramda da var da. Ən azından canlı da tanıdıqlarımız var. Səhv eləmirlər. Eləyirlər. Bu arada məndə görünmürmüş alt yazı haqqımda olan hissə. Ha, bu adı səbit görsənmir. Ha, bunu düzəlt. Mən sizə qeyd etmişəm. Profilinizi açıq eləməmişsiniz çox kimi. 500 bağlantınız var. Onu necə Ben etmək? onu göndərirəm videosunu sizə. Problem deyil. Çox sağ olun. Tamam, Bu eləyək onu. sualım olacaqdı. Aha. Bayaq sertifikatlardan danışdınız. İndi Coursera-da bir dənə təlim yəni kurs götürmüşəm. Onun sertifikatını post olaraq paylaşmağım nə dərəcədə doğru olar? İlk vaxtlardısa paylaşmaq olar. Temboli məsələn mənim kimi mən olan adama deyirlər ki, yaşın başını götürüb sənin 20 yaşın yoxdur da, sən oturub Coursera paylaşmağın. Dediyim kimi fikrim bəlkə də yanlışdır. Amma Başa mən o düşmədim.
impressi çox görə bilmirəm. Amma sizin kimi adam paylaşa bilər. Ən azından məsələ nədir həm də? Okay, paylaşaq. Bax, məsələ LinkedIn-i qoyuram qırağa. Şərti deyirəm. O platformadan biri yazsa ki, qoşulmusunuz, vaxt sərf eləmisiniz, şərti deyirəm, pul vermisiniz. Orada mənə bir köməklik eləyə bilərsiniz. Məsələn deyirəm də, şərti deyirəm. Hətta pulsuz, ödənişsiz. Siz orada okay eləyib ona hansısa bir konsultasiya və yaxud da ki, dərs verə bilirsiniz. Başa düşdüm. Mən indi PM Google-un deməli yaratdığı PM kursunu götürmək istəyirəm. Götürmüşəm hətta, başlamışam. Fikirləşirəm ki, onu paylaşsam, yəni tələbəyəm də, zaten bu sahə üzrə də müəyyən qədər təcrübəm yoxdur da, sadəcə könüllülüyüm var. Onu paylaşsam, xilas ola bilər mənim üçün. Ona görə paylaşmaq istəyirəm. Bir tərəfdə də mən də məsələn siz dediniz ya, gedirlər bir dənə təlimə, oradan bir dənə şey paylaşırlar. Mən onu sevmirəm məsələn, o sertifikatı paylaşmağı mən də sevmirəm ki, hə nə olsun. Oradan nə öyrəndin, onu paylaş əsas. Ona görə qalıram belə aradakı. Onu bitirəndən sonra paylaşırmı, paylaşmayım? Mən onlar Dediyim kimi, əgər ondan fayda verə, ilk vaxtlarda paylaşmaq okeydir. Məsələn, şərti deyirəm də, post düşüb, bu ucu sizin nə vaxt olur? Siz ucu post paylaşa bilmirsiniz, vaxtınız yoxdur da. Onu default olaraq saxlayın qıraqda. Beyninizə heç nə gəlmədi, yaza bilmədinizsə, okey, bir dənə paylaşın. Hər ehtimala qarşı orada bir paylaşımınız olsun. Bu arada, onu deyərəm sonra, yaxşı. Amma belə tam olaraq bir şeyi, məsələn, mən CRM üzrə təlim verirəm. Mən sabah kimsə mənə yazanda ki, şərt olaraq, okey, bu CRM nədir? Çünki bazarda çox adam CRM haqqında məlumatlı deyil. Hətta şirkətlər belə. Nədir? Mən burada nəyi öyrənə bilərəm? Mən onu oturub desəm ki, mən də elə çox bilmirəm. Prosta yazmışam, hamı yazır, mən də yazmışam da, şərti deyirəm. Mən necə orada etibarımı qoruya bilərəm? Məsələn, mən orada niyə data analitika yazmıram? Ümumi olaraq heç bir məlumatım yoxdur. Heç bir məlumatım yoxdur. O da onun kimidir. Bir də görürsünüz, kimsə sizə yazır. Məsələn, mən cost control yazmışdım. Halbuki bunu Excel-də eləyirəm. Öz gündəlik xərclərimi yazıram. Cost control-a görə mənə o yüksək məbləğdə olan maaşlı işi demişdilər. Ki, gəl mühasib köməkçisi ol. Mən adama bildirmişdim ki, mən bilmirəm də. Mən sadəcə bildiyim gündəlik, belə deyək də, xəstələrini tam şəkil, pulun idarə edilməsini mən bilirəm ümumi prosesdə. Mən oturum hesablayım, bir bileyim. Bu prosesim yoxdur. Adam onu dirəşmiş ki, gəl. Sadəcə cost kontrolu gördüyünə görə idi. Ona görə mən o cost kontrolu oradan çıxartdım. Yazıram, balanslaşdırıram, o özümə görədir. Artıq o, sabah o bəzən də səhv başa düşülür ki, cost kontroldursa, onda adam hansı bir şirkətin maliyyəsini idarə edə biləcək səviyyədədir. Okey də o deyil. Bu tərzdə yazılar olur. Sembolü aktiv olursansa, aktiv olduğun prosesdə daim yazılar gəlir ki, suallar gəlir. Siz də onda, yox, mən heç nə bilmirəm deyəndə reputasiya düşür aşağı. Anladım sizi. %100. Elzamin bəy, Hı -hı. mən onlar Günay İşte. xanıma fikir bildirim. %100. Deməli, Günay xanım, mən bir hardasa oxumuşam bunu, yadımda deyil. Bəlkə də elə LinkedIn-in özündə oxumuşdum. Deməli, belə bir şey vardı ki, deyir, sertifikatlarınızı paylaşanda orada belə bir şey eləyə bilərsiniz. Misal üçün, oradan qısaca nə öyrəndim? Ya da nə bilim, orada paylaşanda birisi tutaq ki, mən baxıram, mən də sizin kimi o istiqamətə yönəlmək istəyirəm. Və görürəm ki, Günay xanım belə bir şey alıb, sertifikat alıb, belə bir kurs alıb, içində də bu özəllikləri var. Və bəlkə də maraq oyada bilər ki, yazıb soruşa bilər ki, tutaq ki, hə, həqiqətən faydası oldu, bunları öyrəndiniz, bu sizə nə qatdı və s. O hissələri qeyd edib sertifikatı o şəkildə də paylaşa bilərsiniz kimi bir yazı görmüşdüm. Amma bilmirəm, deyəsən LinkedIn-də görmüşdüm. Yəni belə bir şey də eləyə bilərsiniz. Əslində haqlısınız. Bu arada siz dedikcə mən də xatırladım. Mən də elə bir şey oxumuşam. Nə öyrəndin? Yəni ora qatılandan sonra nə qata bilərsən falan. Belə bir şey mən də oxumuşdum. Çox sağ olun. Deməli, bizim təlimimizdə, bir də bizim impress məsələmiz var ki, hansı ki, bizi çox vaxt qabağa salan postlar nə vaxt paylaşılmalı, bir də hansı saatlarda.
Mən bunlara bir o qədər inanmırdım. Əsas da Instagramda, bəlkə də bilmirəm, qabağınıza çıxıb yoxsa yox, bu saatlarda paylaşım kəşfətə düşür, bu saatlarda paylaşım kəşfətə düşür. Mən hal-hazırda iki brendin üzərində marketinq üzərində işləyirəm. Marketinq rəhbəri ilə bir yerdə, mütəxəssis ilə bir yerdə. Hal-hazırdakı prosesdə bu LinkedIn deyil, Instagram üzərindədir. O satışın artması, videonun kəşfətə düşməsi, bizim ilk videomuz partladı. Bir də ondan sonra 8-9 postdan sonraki video partladı. 25K biridir, 10 neçə K biridir. Ondan sonra da bir 10-15 dənə də post paylaşırıq. Halbuki bizim daim olaraq aktivliyimiz çox olsa belə, o postlardan gələn lead nəinki bizim şərti deyirəm, 2 gün bundan qabaq paylaşdığımız və yaxud bugün paylaşdığımız postdur. Post qədərdir. Sadəcə hər gün paylaşdığımız post bu Instagramda elədir. Bizi arxada qalan postun daha doğrusu bu şey deyir ki, daha çox insanların qabağına çıxsın. Hələ bu reklamlı vəziyyətdə olan deyil, bu reklamsız olan vəziyyətlərdir. Mən şərti deyirəm də, bir dənə post paylaşırıq. İlk postumuz bu olur. Üstündən 5 dənə də əlavə post paylaşırıq. Onların heç biri tutmur deyəndə ki, 5000, 3000 baxış olur. Ondan sonraki prosesdə bir dənə də video paylaşırıq. Bu gətirir 20.000 eləyir. Ondan sonraki prosesdəki bütün videolar təqribi 3000, 5000, 4000, 300 baxış olur. Amma o davamlılıq səni daim o 20.000 baxış olanı həm artırır, həm oradan lead gətirir. Komment olaraq. Bilməm, Instagramda indi bilirsiniz yoxsa yox, hal-hazırda bəyənmə kommentdən çox göndərilmədir. DM vasitəsilə göndərilmə sizi kəşfətə salır. Əvvəl save idi. Çalışılmalıdır o proses LinkedIn-də necə olur? Save məsələsi LinkedIn-də qalıb. Sizin postunuz o qədər maraqlı olmalıdır ki, mən hələm LinkedIn-də hansısa bir postu save eləməmişəm. Çox nadir hallarda 1-2 dənə post olar ki, save eləyim. Sizin postlarınız o qədər maraqlı olmalıdır ki, Instagramda gündə əlimiz öyrəşib də prosesdə nəyisə save eləməyə. Bizim platformamız, bizim kontentimiz o qədər maraqlı olmalıdır ki, baxan adamlar baxsın ki, okey, Əlzamın post paylaşıb. Vaxtım yoxdur indi baxmağa, qoy bunu save eləyim, sonra baxaram. Və hərçənd ki, demək olar %90% geri dönüş olmur, baxmır. Amma hər nə qədər adam onu save elədiysə, biz %100 qabağa gedirik. İstənilən vaxt. Məsələn, bizim bir dostumuz var. Gəlin göstərim onu sizə. Nazim. Nazim. Nazim soyadı. Baxım görüm Nazimin soyadı yadımdan çıxdı. Biz Nazimlə bir yerdə həftə sonları uşaq evinə gedirik. Sonra uşaq bağçası dedim. Hansı ki, bu adam LinkedIn-də postları bundan ibarətdir. Yalnız postlar uşaq evindəndir, getdiyi, ziyarət etdiyi uşaqların şəkildir, videolardır və biz LinkedIn platformasından təqribi 1000 nəfərə yaxın adam topalamışıq WhatsApp-da və həftəlik 300, 400, 500 manata qədər bu hesabdan pul gəlir. Şimdi biz oraya gedirik, o uşaqların könlünü açmağa, uşaqların ehtiyaclarını almağa, dərmanları varsa dərmanlarını almağa, çünki gündə oradakı uşaqların çoxu körpə olduğuna görə yemək, kompres, dərman ehtiyacları daha çox olur. Hə, Nazim. Bilmirəm, bu adamı tanıyanınız varsa 17.000 follower var. Bax sizə bildiyim, tanıdığım, həyatda tanıdığım postlarınız baxanda çox sadə, halbuki siz bu dəqiqə mükəmməliyyətə qaçırsınız. Şərti deyirəm də, bu belə olmalıdır. Adamın postlarını göstərdim. Görürsünüz. Kimsə olsa deyər ki, bu da kostyumlu olan olmalıdır. Müəllim budur. Turbanın başında, nə bilim, qaz turbasının üstündə oturur, qəşəng şəkil çəkir, paylaşır.
Və bu qədər follower var. Məsələ bunun artıq follower söhbəti deyil. Məsələ burada biz oradan kömək vasitəsi üçün data yığırıq ki, biz həmişə gedəndə kimlərsə bizə də kömək eləsin ki, biz onlara həmişə əl dolu gedə bilək. 263 bəyənməsi, 12 yorumu var, şərti deyirəm. Mən bunu Nizam müəllim tanıyanda 3000-4000 follower idi. Paylaşımlarını sadə şəkildə paylaşımlarını göstərirəm. Bir dənə baxın görün burada işlə bağlı və yaxud da ki, nə bilim, hansısa bir nəyəsə öyrətməklə bağlı paylaşım var. Yoxdur. Heç bir. Bazar günü gedir. Bu arada, bəlkə də bu kəşf etmə Nizam müəllimdən sonra oldu. Bazar günü axşam paylaşılan post %70% qabağa gedir. İstər istəməz. Mən bunu çox sınamışam. Bu paylaşılan postların da %90%-i bazar günləri paylaşılandı. Biz uşaq evinə gəlmişik, axşam paylaşıb. Əgər kəşf etmək istəyirsinizsə. Bir də ki, çalışın ki, paylaşımlarınızı gün orta saatlar edin, abed vaxtı. Ya da ki, səhər-səhər hamı yuxudan yeni duran vaxtı. Çünki metroda girib baxırlar və yaxud da ki, boş 9-dan sonra bir boşluq yaranır adamda, bir 10 dəqiqə bir çay süzüm, kofe içim, sonra işə başlayım. Onda baxırlar və yaxud da ki, axşam saatlarında. Çalışın ki, bir də 3-cü gün post paylaşmayın. LinkedIn-də də, Instagramda da. O safiyyətədir. Bunu mənə elə bir adam deyib ki, və onun dediyindən sonra bir dəfə paylaşdım, həqiqətən gördüm ki, sözündə haqq var. Bilmirəm nəyə görədir, amma bilirəm ki, sözündə haqq var. Heç vaxt impression qalxmır, bəyənmən olmur, çox adamın qarşısına çıxa bilmirsən. Hətta ondan sonraki paylaşılan postu davamlılığını artıra bilmir prosesdə. Belə dostlar. Bizim burada təşəkkürlər postumuz yoxdur. Buradan yaza bilərik ki, təşəkkürlər. Olur belə şeylə filan Instagramı, LinkedIn-i. Təəssüf ki, məndə yoxdur. Dedim elə bunu belə yazmaqdansa dildə deyim. Çünki sabah da bizim görüşümüz olacaq. Preşiks. Dinlədiyiniz üçün, suallar verdiyiniz üçün, nəsə qatdımsa, nə xoş mənə, qata bilmədimsə, üzrü hesab eləyin. Feedbacklərinizi hal-hazırda canlı şəkildə gözləyirəm və suallarınızı gözləyirəm. Çünki ən maraqlı, mən fikirləşirdim ki, birinci sual cavabını ne deyək? Amma LinkedIn biraz sual cavablı proses deyil. Bu, şəxsi brendingi Instagramda eləsəydi, biz istər-istəməz sual cavabını çox alacaqdıq. LinkedIn-də çoxumuzun təcrübəsi olmadığına görə suallarımız belə deyək, qıt şəkildə olacaqdır deyə ona görə istədim ki, sona saxlayayım. Şəms xanım. Bəli, təşəkkür edirəm. Mənim üçün çox maraqlı oldu. Yəni, həm taktikalar götürdüm buradan, həm də Yaza bilərsiniz, bilmədiyim şeyləri götürdüm. Sualım isə bundan ibarətdir ki, məsələn, ixtisasını dəyişmək istəyən insanlar var, onlardan biri də mənəm. O prosesdə olan insan necə paylaşımlar eləməlidir? Gəlin belə deyim. Mən 2 dənə universitetdə təhsil almışam. Birindən qovulmuşam, təbii ki, gəlmişəm Politexnikə. Yəni, bu magistr deyil. Digər bir ixtisasım elektroenergetika mühəndisi olur. Digər ixtisasım makina mühəndisi. Neçə yaşınız var? Mənim yaşım 30, deməli 10 neçə gündən sonra 27 yaşım tamam olur. Mən özümü gecikmiş istəyirəm, ona görə bu sualı verdim sizə. Bu arada o gecikmiş məsələsini əslində dünən sabah vurğulayacaqdım. Onu deyərəm nəyə görədir. Proses nədir? Və ondan sonra 5 il təhsil nazirliyində çalışmışam. Dəxlisiz bir yerdə. Və həyatım boyu ağlıma gəlməz ki, mən gedib məktəb yoxlayaram. Heç vaxt. Necə oldu, hansı şərtlərdə oldu, özüm də bilmədim. Zəng elədilər ki, sabah imtahanı, gəl imtahanı.
Belə bir proses oldu. Son 3 ildir işdən çıxmaq istəyirdim, sağ olsun. Göydə Allah, yerdə də navigator uşaqları dəstək oldular. Bu arada kim navigatora qoşulmuşsa, məncə qoşulsun. Bu sualların da %90 cavabı navigatordadır, deyin bilin. Mən karyera məsləhətçi deyiləm, amma paylaşımlar olduqda çalışın trendə uyğunlaşır. Dediyim kimi, ilk vaxtlar heç nə ağlınıza gəlmirsə, ya sadə bir şeylər paylaşın. Mən neynədim? Söhbətgahdan gördüyümdən paylaşdım. Elə adam var ki, söhbətgahı bilmir. Şərti deyirəm də. SS elədim, öz fikirlərimi, ürəyimdən nə keçirsə paylaşdım. Temboli keçən il bir o qədər də AI belə deyək də, belə hype deyil idi. Ona görə də hamısını özüm yazırdım. Ağlınıza nə gəlirsə, copy-paste eləyə biləcəyiniz bir şey varsa, amma məsələ nədir? Bugün tibbdən paylaşım, sabah kimyadan paylaşım, o birisi gün tarixdən paylaşım. Hər şey sunaz, heç vaxt o kontenti yaxşı vəziyyətə sala bilmir. Bu ilk bir neçə paylaşım yaxşı ola bilər. Amma sizin profilinizə girən adam ilk paylaşımda həkimlikdən başlamısınızsa, ona görə gəlir. Sonra gəlir görür ki, tarixdən başlamısınız danışmağa. Deyir, adam həkimlikdən necə getdi tarixə. Sonra oturursunuz, maşın alverindən danışırsınız. Sonra maşın alverindəki adamlar gəlir. Sabah da belə. Ona görə nick sahə seçin, hansı ki maraqlısınızdır. Əsasən siz neyinin, ən yaxşı. Bu məsələni, bu məsləhəti mən 400 manat almışam. Hansı ki öyrəndiyiniz və yaxud da ki öyrənmək istədiyiniz proses var ha. Onu LinkedIn-də başlayın, öyrəndiksən paylaşmağa. Şərti deyirəm, mən Azekosmosda işləmək istəyirəm. Mən kosmos araşdırmaq istəyirəm. Və əlimdə də materiallarım biraz var. Prosto. Başlayıram araşdırmağa. Araşdırmada necə olur? Maraqlı şeylər gəlir. Bilmirəm axı. O maraqlı şeyləri başlayıram paylaşmağa. Kontent eləyib. Kontent eləmək, paylaşmaq deyəndə o qədər asan gəlir. Amma kontent deyəndə kontent deyəndə bildiyimiz yazıdır da, yazırsan ora. Arif belə getdi, Vəli belə getdi. Qısa konkret və yaxud da ki, xarici bir maraqlı bir belə deyək, mövzunu görə bilərsiniz. Tərcümə edin, yapışdırın ora getsin. Həqiqətən ki, çox maraqlıdır. Və onu oturub araşdırırsınız. Onun üstündə gedirsiniz də. Və ondan sonra biraz o araşdıran tərəfdən, məsələn, Azekosmosa və yaxud da ki, kosmos haqqında araşdıranlar yığın ora ətrafınıza. Və gördün gəlir. Təklif yazın ki, mən araşdırıram, araşdırdıqlarımda yazıram daim olaraq maraqlı məlumatları. Kimdə belə bir şey var? Kim eləyib də görürsən, orada bir nəfər çıxacaq ki, mən eləyirəm, mən də araşdırırdım. İşte bir yerdə araşdırdım. %100. Maraqlıdır. Təşəkkür edirəm. Çox sağ olun. Rəcəbli Mircan xan. İlk öncə təşəkkür edirəm. İlk öncə təşəkkür edirəm məlumatlar üçün. Çox maraqlı oldu. Tam fokusdan qulaq asa bilməsəm də. Mənə Bahar xanım demişdi ki, LinkedIn profili aç, amma mənim unutduğum və birinci kursdan 2016-da açdığım bir dənə LinkedIn profili var. Orada bir-iki dənə elə belə internet şəkli paylaşmışam. Çox bir şey yoxdur. Bahar xanım deyəndən sonra yeni işlədiyim yerləri əlavə elədim. Mən öyrənmək istəyirəm ki, həmin profil üzərindən, yəni keçmiş şeyləri silib. Çünki orada yəni tanıdığım, tanımadığım çox adam var. Nə qədər faydalıdır heç özüm də bilmirəm. Heç baxmamışam da nə işlə məşğul olurlar, amma IT sahəsindən azdan çoxdan çoxu məşğul olan adamlardır. Bilmək istəyirəm ki, yəni o profili silib yeni bir profil açmaq daha yaxşıdır, yoxsa o profili daha yəni köhnə paylaşımları silim və daha belə LinkedIn-ə oxşar uyğun daha doğrusu şeylər paylaşım. Okay. Gəlin belə eləyək. Deyin adınızı. Mircahan. Rəcəbli yazsam gələcək. Deyəsən elədir. Tam xatırlamıram, amma deyəsən Mircahan Rəcəbli İngilis Jina. Bir də hal-hazırda kod yadınızdadır da, savab.tepamızı dəyişəndə oradan girə bilirsiniz, hə? Mail üzərindən dəyişə bilirəm. Kod Okay, əsas yadımda deyil, məsələ. amma maildən dəyişə bilirəm. Mir Jahanlı bəlkə. Ola bilər.
Adı belə Ha, unutmuşam. gəldi. Gəldi. 164. Deyə bizim ortaq tanışlarımız var. Deyəm, baxım görüm kimlərdir. Sərxanı tanıyıram. Okey, o biləni tanıyıram. Orxanı da tanıyıram. 16.000. Sizə görə çox şeyimiz yoxdur. Bir dənə paylaşmışsınız. Başqa? Yox, var. Impossible. 2 dənə şəklimiz var. Aha. Oo, 8 il bundan qabaq. Çoxunu silmişdim də. Hı -hı. Əslində yenisini açmağa ehtiyacınız yoxdur. Niyə ki, açasınız? Ən azından Hı. 164 nəfərimiz var da. Bunu paylaşanda bir 164-ündən bir 20-sinə çıxacaq. İstər-istəməz. Ki, onda da yazacaq ki, Mircahan Rəcəbli 5 ay bundan qabaq paylaşmışsınız da. Uzun zamandan sonra post paylaşdı. O da Hı. baxacaq ki, uzun zaman sonra cəbinə paylaşıb. Bir Hı. var sizi tövsiyə eləyək kiməsə. Bir də var ki, görəcək ki, maraqlı kontenti var da, LinkedIn-in ki, neçə vaxtdan sonra post paylaşdı. Gör nədir? Əslində marketinqdir də. Məncə silin, ondan sonra başlayın paylaşmağa. Daha doğrusu kontentləri silin. Silməyin. LinkedIn-imizi silməyin. Şəklimiz də bu arada çalışın ki, qurşaqdan yuxarı WhatsApp Ona profil şəkli olmasın. çox köhnə şəkil idi. Bahar xanım deyəndən sonra düşündüm nə qoyum, elə bir random birinə atdım qoydum. Yəni belə çox düşünərək qoyduğum bir şəkil deyil. Hı -hı. Bir dənə məsələn tədbirdə filan olmuşsunuzsa hansında Brentwold-da filan çəkdiyiniz varsa və yaxud da ki, heç olmasın, divar olsun, çəkin bir dənə belə. O Hı. amma şey olmasın da, nə deyirlər ona, highlighter. Olur belə başım çıxmır elə şeylərdən. Daha belə brief filan ondan olmasın. Görmüşəm çünki. Tamam. Çox Effektlə təşəkkür demək edirəm. istəyirsiniz də Buyurun, yəqin buyurun. ki, effektlə çəkilməsin də yəqin. Ha. Soram. Şət xanım. Günel xanım məndən öncə əl qaldırıb. Günel xanım davam eləsin, sonra mən başlayacağım. Okey, görmədim, sorry. Günel xanım. Axşamınız xeyir. Təşəkkür edirəm Əziz Amin bəy, dəyərli məlumatlarınız üçün. Düzdür, yarıdan sonra qatıla bildim. Mütləq bunun təkrarını izləyəcəm. Sizə sadəcə bir sualım olacaq ki, bu vaxtlarla bağlı Instagramda deyirlər ki, hər səhifənin öz belə deyim, paylaşma vaxtı var. Sizcə bu nə dərəcədə düzgündür? Mən tam olaraq Instagramda bunu tuta bilməmişəm. Instagram səhifəmiz var da, onda açıq vəziyyətdə. Aha, bəli. Okey. İndi danışdığımız biraz şey oldu. O olur hər şeydən danışan. Halbuki gəlmişik bura LinkedIn-dən danışma, indi Instagram-a keçirik. Biraz mövzudan qıraq olur. Mən bu prosesə yeni başlamışam. Bir aydan biraz artıqdır. Düzdür, indi şəxsi brendinq üzrə də işləmək fikrindəyim. Həvəslənmişəm. Nəyə görə? Prosesi gördüyümə görə. Məncə, hər səhifə üçün paylaşım saatı deyilən bir şey yoxdur prosesdə. Bütün demək olar ki, kontentlər həmən-həmən eyni saatlarda paylaşılır. Və əgər səhifəmiz yenidirsə, sadəcə burada bunu deyə bilərəm, başqa icazəm yoxdur çünki deyə biləcəyim. İlk vaxtlarda ən azı gündəlik 3 dənə post paylaşmalısınız. 3 saat qrafikində. Səhər günü, daha doğrusu günorta, ikisi günorta, biri axşam. Ən azı bir həftə. Çox sağ olun. Sağ olun. Tükəs xan. Əziz Amin bəy, ilk öncə çox sağ olun. Bu gözəl, aydınlatıcı bir təlim oldu deyə düşünürəm. Mənim sualım var sizə. Belə ki, mən öz LinkedIn-imi hələ deyirəm ki, başlamalısan paylaşımlara. Artıq bir ildir, hələ ki başlayıb çıxmamışam. Birinci sualım odur ki, bu haqqımızda hissəsi. Ora nə yazsaq daha yaxşı olar? Əlavə olaraq da bayaq dediniz ki, 2 dənə işlədiyimiz yerlə bağlı məlumat yazsaq daha yaxşı olur. Mən hal-hazırda 3 dənə yerdə işləyirəm. Biri
9-6 işimdir, onu əlavə eləmişəm. Biri Hı də hı. ki, burada koordinator kimi, digərdəki qızlar oxusunda layihə rəhbəri kimi. Onların üçünü də əlavə eləmişəm. Bilmirəm bu nə dərəcə düzgündür. Aha, bu birinci sualdır. Sonra Aha. Bir də ki, ilk paylaşım olaraq. Məsəl üçün, ilk paylaşım olaraq görürəm ki, biraz araşdırma eləyəndə görürəm ki, mən Tükəz Əliyeva maraqlarımla, dəyərlərimlə və yaxud da bundan sonraki prosesi nə paylaşacağam, onun haqqında mı yazmalıyam? Ümumi belə deyim də, nə yazsaq daha yaxşı olar ilk postu? Necə yazsaq daha okey, yaxşı olar? əla. Birinci suala cavab verim. Eee, deməli, məsələ necədir burada? Səsiniz gəlmir. Gəlmir. Düzəldi indi? Bəli, düzəldi. Hə. Üstəlik iş yeriniz paylaşmısınızsa, Bəli. hal-hazırda üstündə də aktiv şəkildə işləyirsinizsə, okeydir. Hı -hı. Məsələ nədir? Mənim dediyim proses, məsələn deyirəm, adamın 37 yaşı var, 37 ildə 37 dənə yerdə işləyib. Hamısını bir-bir yazır. Hı -hı. Sən ofisiant olduğu yeri yazanlar var da, yəni bunu görmüşəm. O boda baş kassir. Yəni demirəm, yəni mən ondan da aşağı leveldə işləmişəm. Çay daşımışam bazarda 7-ci sinifdə. Yəni oturum onu bura yazım, o uyğun olmur. Amma sizin aktiv şəkildə işlədiyiniz 3 dənə yer varsa, okeydir, onu yaza bilərsiniz, problem yoxdur. Bu birinci məsələ. İkinci məsələ, o birisi nəyə oxşuyur? Məsələn, mən onu ürək edib yazmaram. Hətta bunu Instagramda belə fikrim var yazmağa, amma hələ ürək eləmərəm. Çünki o birisi nədir? Elə bir şey qazla gəlirsiniz də əməli başı LinkedIn-ə və yaxud da ki, Instagrama. Salam, mən bu gündən etibarən hər şey. Hamı da gözləyir ki, o bir növ o türk serialları olur, trailer verirlər. Gələn həftədən Star TV-də. Hamı da gözləyəcək ki, ondan sonra hər həftənin bazar günü Star TV-də saat 20:00-da Tüçəz xanımın kontentlərini görəcəyik, videolarını görəcəyik. Başa düşdünüz? Yes, bu məndə də çox sual yaradır və Instagram, LinkedIn-də bir search edib baxanda görürəm ki, çox adam demək olar ki, başlayanda ilk bu tanışlıq postunu paylaşır da. Mən burada niyəyəm? Əlasan, əlasız. Amma onun sonraki postlarına baxmışdı. Davamlılığı yoxsa yox? Yox, demək olar ki, əksəriyyətən yox. Bir paylaşıblar, hə. Bunu paylaşandan sonra hər həftə üçün mütləq ki, məsəl üçün bir gün ayırmalısan ki, hə, bu həftənin bazar günü tutaq ki, mən LinkedIn-də bir post paylaşacağam. %100. Okey, aydındır. %100. Çünki adam hamı gözləyir ki, baxdım. Məsələn, şərt deyirəm də, siz orada yazıda adama maraqlı olmaya da bilər də. Məsələn, siz yazırsınız, mən Tükəz Əliyeva idi da. Bəli. Əliyeva, mən PM-əm, bu iş maraqlarım var, ingiliscə maraqlanıram filan. Amma adam var ki, ümumi olaraq o sahəyə heç maraqlanmır. Da yazdıqlarınızdan heç birindən də. Yəni ona tibb maraqlıdır. O tibbdəki olanları follow eləyir. Bir dənə baxacaq, sonra çıxıb gedəcək. Maksimum bəyənə bilər. Ondan sonrasa maraqlı görürsünüz. Bu mənim üçün də normaldır. Mən yazıram belə. Amma həqiqətən maraqlı olanda bir ki, qazla gəlirsiniz, olur, mən şirkəti dirsədəcəm. Amma üstünə bir aydan sonra satışlar vəbşə düşür aşağı. Niyə? Yox da satış və deyiniyək. Alan yoxdur. Aydındır. Bəs sizə görə ilk post necə olmalıdır? Mən olsam, bunu deyirəm, hamıya məsləhət vermək yaxşıdır, gəl özün elə. Bu dəqiqə Instagram üçün video kontent paylaşılmalıdır. Və bu video kontent ən azından mən bir neçə gündür ki, Instagramı açmışam. Əvvəl məndə ömür boyu gizlin olub. Daha bildiyimiz request ediblər belə. Son 2 gündə açmışam, yoxsa 3 gündə açmışam. Birinci bilirəm ki, orada karşıya postu falan paylaşa bilmirəm hələ ki, və yaxud da ki, video paylaşa bilmirəm. Bunların hamısı bir yığılmalıdır data kimi, əlimdə bir 30-40 dənə video olmalıdır. 1 dəqiqəlıq 15 saniyəlik şərti deyirəm. Ən az bir həftə üçün bu dalbadal paylaşılsa, şərti deyirəm də, bir 15 video şəkil belə getdi. 15 post getdi. Əldə yerdə qalıb bir 20 dənə falan.
Onları da böləndə bir aya ucu bütün hamısı qurtarır prosesdə. Təzədən yenisini eləməlisən ondan sonra. Amma ona qədər də mən onda o qazı verməliyəm ki, əlimdə dedim ki, mən deyirəm gəlirəm sənin yanına, maşın sürüb gəlirəm. Amma maşınımda benzinim yoxdur. Biraz var da, buradan Balaxanıya şeyə çıxıncandır, Lökbotana çıxıncandır. Lökbotandan sonra yoxdur benzinim. Məsələ oradadır. Həqiqətən o full benzin doldurub gedə biləsiniz, yoxsa yox, məsələ oradadır. Siz Aha, onu göstərirsiniz. anladım. Onu paylaşmıram. Yaxşı, bəs nə paylaşmalıyam da onu deyirəm ki, hardan başlamalıyam? Nə Ha, paylaşa bilərəm? hardan paylaşmağınız necə olur? Birinci olaraq proses olmalıdır ki, mən nə istəyirəm? Mən nə paylaşa bilərəm ki, maraqlı ola bilər. Maraqlı ola bilər. Aha, indi də onun üstünə gəlirəm ki, Şəms xanımın dediyi kimi müəyyən bir yerə gəlmişəm və ixtisas dəyişimi etmək istəyirəm və mənə maraqlı olan sahədə PM-dir. Bu üzrə getmək istəyirəm. Bununla bağlı paylaşım etsəm, okey olar? Olar. Biz siz neyin ən yaxşıdır bu bazda? Birinci, elə adicə PM nədən başlayın? Çox klişedir, bilirəm. Məsələn, mən ERP nədir yazanda maraqlı gəlir. Çünki bazarda, maşallah, bazarda ERP çox adam bilmir. Mən belə işləyəndə bilmirdim. Yeni gələndə bildim. Amma maraqlı gəlir. ERP ilə Excel dalaşdırıram prosesdə, şeylərdə. Excel-lə ERP-ni dalaşdırıram kontentlərimdə. Bəzən eləsə yazır ki, WhatsApp yoxsa ERP, CRM. Adam orada yazır ki, WhatsApp. Yanıram, baxıram. Deyirəm, bu boyda kontent yazmışam. Şəkil də göstərirəm ki, şərti deyirəm, amma bax. Gözlüyün göstərəcəm sizə. İndi mən o prosesə gəlirəm. 1 minut. Ekran paylaşılır da. Ekran paylaşılır. Şeir eləməmisiz. Aha. Bayaq çıxdım. Bax, məsələn deyirəm. Mən necə edim, burada şərti deyirəm də. Bu şəkli paylaşmışam ki, biri WhatsApp-dır, biri CRM-dir. Şəkildə görsənir ki, WhatsApp-da olan bir ki, bu da müştəridir. Bu da müştəridir də. Hələ bu doğranmış müştəridir. Bunu eləyir qiymə, sənə hazır yemək vermir WhatsApp. Çünki lead gedir, yaddan çıxır, WhatsApp yazışmasında bir kez nömrəni aktiv kontakta salmırsan, nömrədən zəng gəlir. Sən zəng eləyəndə açmalısan ki, hə, salam Tükəz xanım, necəsiz? 3 ay sonra zəng eləyib, ha. Amma mən deyə bilmirəm, bax, bu kimdir? Mən də şərti deyirəm, salam buyurun deyirəm. Elə bilirəm ki, mənə zəng gəlir. Əslində, şirkətin nömrəsidir bu. Şirkətə zəng gəlir. Amma CRM ERP olanda o müştəri belə ət kimi, belə sözün doğru mənasında göstərmişəm. O elə bil o zəng CRM ERP-də olanda sənə hazır şəkildə steak çıxır. Bu boyda izah vermişəm. Adam yazır ki, şeydə WhatsApp. Adamla yanmaya neynəsin? Amma deyirsən ki, okey də, yəni onsuz da bu mənim problemim deyil də. Yəni mən görüşəndə belə insanlarla bunu onlara başa salmaq biraz çətin olur. İstərsəniz. Bu artıq biraz mənim problemim deyil də, bu bazarın problemidir. İndi gəldim sizin prosesinizə. Project management isə elə birinci paylaşımımız elə project management project manager üzrə olsun ki, nədir? Amma onu ChatGPT-də yazmayaq da. Məsələn, yəqin ki, project managementlə bağlı araşdırırsınız da xarici kanalları, rusca ya ingiliscə. Onların çox qəşəng, o qədər maraqlı kontentləri var. Onu 5 il dalbalda bura copy-paste eləsəz, buraya kimi ruhu duymaz ki, bunların hamısı copy-paste. %100. Mən o qədər kontent tapıram arada, çıxır qabağıma, kəşfətə gəl. Videolarla bağlı da. Prosta məsələ oradadır ki, mən video eləyə bilmirəm. Fikrim var ki, onu düzəldim, öyrənim. Çox dəlicəsinə videolarda həyatım boyu gəlməyib gözüm qabağına, kəşf etmə düşməyib. Axtarmışam, çıxıb. Azərbaycan platformasında heç kim elə video paylaşmır. Bildiniz də. Onları elə copy-paste edib Azərbaycanca biraz yüngülvari səhdən güldən qoysaz qırağına, paylaşsın, getsin. Əsas ki, paylaşın. Aydındır. Mən sizə bu arada LinkedIn hesabımı göndərə bilərəm, baxarsınız. Aha, olar. Project managementlə bağlı hamının bildiyi şeylər yox, hamının bilmədiyi şeylər tapın çıxardır, məsələ oradadır. Və şu an ChatGPT ilə də eləmək olar ki,
Hamının bildiyi yox, hamının bilmədiyi nələr var orada. Məsələn deyirəm də. Şərti deyirəm. Məsələn, ERP-ni ilk işlədən şirkət Amerika olub. Federal işlədir birinci. Salesforce ən böyük platformadır. Məsələn, hal-hazırda bazarda məsələn CRM-in şərti deyirəm qüvvəsinə Tesla nə boyda satış eləyib. Bildiniz necə? Bilinməyən şeyləri, maraqlı faktlar yazın. Sonra oradan bilmirəm AI mütəxəssislərini orada görürsüz yoxsa yox. Yazır ki, şey verirəm, coin verirəm orada, AI coin'i verirəm. Bu AI coin'i neyinir? Hamı da ağılsız kimi yazır plus, agent yazır. Agent coin'i neyinir bu? Adam olsa bunu istifadə edeməyəcək. Həqiqətən istifadə edə bilmirsən ha. Çünki elə bir ki, sizə bir dənə şey verir, fiş. Fiş verir, amma razmetkanı vermir də taxmağa. Mən bu razetka olmalı ki, bu fişi taxım da. Fişi vermirsə mən hara taxacam bunu? Amma onunla o kommentlərlə qabağa çıxır. Bildiniz necə? Aydındır. Elə Çox sağ ona olun görə belə Əzəm bəy. qısaca elə paylaşın. Bir iki neçəsi belə maraqlı, maraqsız ola da bilər. Əsas odur ki, paylaşın. Şey var bizim HTC-də. Elçin. Elçinin ilk postunu görmüşsünüz hə? Tanımıram desəm. HTC-də Elçin tanımırsınız satışda. Bəlkə də adım bilmirəm, sima olaraq görsəm tanıyıram. Topuş oğlandır, naviqatda hərbisi olmuş. Bildim deyəsən. Bildim. Topuş. Onunla artıq bir kontent yazdıq. Task verilmişdi. Həftədə 2 dəfə LinkedIn paylaşılmalıdır postu. İndi arada deyirəm, deyir paylaşa bilmirəm nesə vaxtı. Məndən yaxşı impress gəldi ona. Halbuki əsgərliyindən danışır. Amma bir dənə o kontentin oturub bir dəfə oxuyarsınız, gör necə storytelling eləmişik onu. Allah, baxacaq mütləq. Çox sağ olun Əzəm bəy. Siz sağ olun. Başqa sual verəm. Hə, var. Yine Günay xanım. Bəli. Tükəz xan, bir də sizə bir şey demək istəyirəm. Mən ilk paylaşımda Toğrul Ələkbərin solo çıxışından yazmışdım. Orada bir cümlə istifadə eləmişdi. Hətta Əlzəmin bəyə də göndərmişdim ki, ona biraz düzəltsin falan. Onu paylaşımda. Yəni uğurlu olmuşdu. Amma orada bir dənə də nüansı dediniz, mən də xatırladım ki, mən əslində gənclərin qarşılaşdığı problemlərlə bağlı məlumatlar paylaşacaqdım. Çünki araşdırıram, amma fərqində oldum ki, indi heç nə paylaşmıram. Buna da davam edəcəm. Sizə də bir ideya olsun deyə, məsələn, təlimlərə falan gedərkən məncə oradan da öyrəndiklərimizi paylaşa bilərik. Bir də PM sahəsində o necə deyim, paylaşarkən nəsə PM nədirdən başlamaqdansa nələrləsə inteqrasiya edib də başlayanda daha kreativ görünür. Məncə daha çəkir. O keşfətə necə ki düşür, biz də baxırıq. İlk 3 saniyə məsələsi. O da məncə elədir. İlk o sətirdə olan cümlə adamları çəkirsə, impression sayı da artır. Bu belə bir də Qarmaq cümlə məsələsi. Eynən. Bir də ki, mən könüllü olduğum yeri experience kimi qeyd etmişəm. Daha belə iş təcrübəsi olaraq. O nə qədər doğrudur? Çünki əlimdə başqa bir iş təcrübəsi yoxdur. Olsun, problem deyil. Məsələ biz o qədər mükəmməliyyətçi adamıq ki, baxın, biz müxtəlif şirkət rəhbərlərindən görüşürük iş prosesində. Bizim bir müştərimiz var, hansı ki, o qədər həyatında mükəmməliyyətçi insandır ki, adam, məsələn, biz dedik ki, bunu eləmə, onu eləmə, gedib böyük ofis tutma. Yox, adam dedi ki, mən şey eləmək istəyirəm də, bir növ portağal suyun bir qurtum içib ofis holdinqi işə tələsmək istəyirəm. Dedi ki, abi bu bizdə yaranmır da, eləmə bunu. Adam o çox mükəmməliyyətçidir. Və arxasından getdi, heç nə alınmadı. Və hal-hazırda batıra gedir biznesini. Məsələ bizim mükəmməliyyətçi olmağımızdadır. Mənim kimi mükəmməliyyətçi insan bəlkə də çox az adam olardı. Hər şeydə detayınca, mükəmməliyyətçi ol. Və gördüm ki, heç bir şey edə bilmirəm də, mükəmməl olub. Bu da olsun, bu da olsun, o olur, birinci gün də olsun, ikinci gün olsun, bu ayın biri, gələn ayın biri, heç nə eləmirsən. Allah buddaq elə, amma elə. Məsələn, adicə şərti deyirəm də, məsələn, mən musiqini bitirmişəm. Mən deyirəm ki, yox, mənim səsim bir o qədər də yaxşı deyil. Amma
səsi tam yaxşı çıxanları demirəm də, oxuyanları demirəm. O qədər səhnədə dəxilsiz, elə bir ki, qışqıranlar var. Amma mən ona baxıram, deyirəm ki, mən niyə gedib şey eləmirəm? Mən də bir dənə gedim çıxış eləyim də. İndi mən Yusif müəllim görəndən sonra seçimə deyirəm ki, müəllim sizdən sonra bəlkə mən də çıxdım şeyə, o Səs Azərbaycana. Deyir, o çıx da, niyə çıxmırsan ki? Məsələn, şəhidli deyirəm də. Elə bir ki, o mənə bir kumir oldu da. Özümü mən fikirləşirəm ki, yox da mən mükəmməliyyət şeyəm, yaxşı deyirəm. Oxusam 5 pis yazacaq. O birisi deyəcək ki, qulağımdan qan gəldi, şəhidli deyirəm də. Amma elə də, qoy qulağından qan gəlsin. Bəlkə gəlməlidir. Bəlkə qulağından qan gələndən sonra düzələcək. Adam nə qədər o postdan səsə qulaq asar. O gəlsin də, əsas bu gəlsin. Qan gələndə cibindən pul alır, xərcləyə bilir onun cibindən. Sən amma deyirsən ki, yox, belə-belə mənim nəyim portfoliyom var. Nə portfoliyo abi? Biraz relax da. Tamam. Anladım. Bir də bir şey də soruşacaqdım mövzudan əlaqəsiz olaraq. Bayaq Div Akademiyada dediniz 60% endirim qazanmışam. Hı-hı. İmtahana necə hazırlaşmışdınız? Bu barədə danışın. Hazırlaşmamışam. Ay. Bəs nə məsləhət görərsiniz? Nə tipli suallar olur? Mən getmək istəyirəm. Deyəsən olur ilin əvvəllərində. Bir dəfə də Deyim yazılmış. necə olur. Aha. Aytaç xanım demişdi. Mən ona qədər Div Akademi falan tanımırdım. May ayında gedəcəkdim işimlə əlaqəli olaraq. Bir 3 dəfə çağırdılar, gedə bilmədim. Bu gün sabah, bu gün sabah. Bir dənə yoldan keçirdim. Dedim, gəlmişkən gedib bir dənə riskə girmə imtahan verim, çıxım. Girdim. Bir dənə telefonu mənimlə aldılar. Dedilər ki, otur yaz. Girdim, baxdım, suallar asan dedi. Perimetrdən falan sual düşmüşdü, yəni fikirləşdim. İndi bilmirəm bu il necə olacaq. Data analitika üzrə. Yazdım, küləklədim, çıxdım, dedim, mən ola. Dedilər ki, keçmirsən. Keçmirsən, indi müsahibə, dedim, mən zor müsahibə. Mən də mühasib müsahibə gözləyirəm, kostyumlu falan. Dedilər, niyə gəlsən bura? Dedim, mən işdə gəlirəm, maraqlıdır, ona görə gəlirəm. Ertəsi dedi, keçdim. Belə. Və getmədim. Onda çox da belə çətin Yox. bir proses deyil də. Onda niyə Yox, çətin deyil. çox maraqlı gəldi? Niyə neynədim? Abartırlar. Siz yox, ümumiyyətcə abartırlar. Məsələ nədir orada? Bu Div Akademinin, məsələ Div Akademilik deyil, məsələ şeylikdir. Bu arada Div Akademide işləyən var burada? Yox da. Rahat danışa bilərik. Görmə bilərəm. Məsələ nədir prosesdə? Bu prosesi eləyən qurumun adı yadından çıxdı. Bu təqaüd proqramını verən. Nə idi o təqaüd proqramı? Teknest. Ara? Teknest. Teknes. Teknes idi. Biz, bilmirəm, Çayzadəni tanıyırsınız yoxsa yox. Çox yaxşı kollektivdir Çayzadə. Həftədə 1-2 dəfə falan çay sürəsi olur. Müxtəlif adamlar yığışır, söhbət edirlər. Orada oranın maliyyə şöbəsinin də işləyən adam gəlmişdi. Adam dedi ki, bir dənə kurs adı çəkdi. Hətta o kursun adını yadımda saxlaya bilməmişəm. Oturub hesablayıblar ki, ən yaxşı təhsil verən bir dənə o kursdur. Ondan başqa hamı o belə deyək, Texnestin verdiyi təqaüdü marketinqə çevirdi. Yəni, Div Akademi, kim deyir ki, Div Akademiyə girəndə gəlib şeyə girirsən də, Bakı Dövlətə, məzun günü falan, bu hamısı marketinqdir. Bilmirəm, təhsilləri nə qədər güclüdür yoxsa yox, amma feedback aldığım qədərilə 50-nin 50-yədir. Ona görə də mən nəyə görə getmədim, gördüm çıxıb eləmirlər. Yəni 2 dəqiqə, 3 dəqiqə mənim şeyim oldu, müsahibəm oldu. Yəni telefonu ora qoydum, bəlkə mənim ikinci telefonum vardı, orada yayda yazardım. Suallar çox asandı, 8-ci sinif suallar, perimetr düşmüşdü, o dərəcə. Dedim, abi, bunun sualı belədirsə, dərs necə olacaq? Bəlkə də çox möhtəşəmdir, deyə bilmərəm. Amma mən biraz çətini sevən adamım. Əzəmin, mən səndən razıyam. Mən də Baku Dizayn Akademiyadan, Teknesdən təqaüd almışdım. Orada da çox belə simple keçmişdi hər şey. Mən inana bilmirdim ki, yəni bu qədər təqaüd verirlərsə, niyə belə rahat olmalıdır? Çünki o şirkətin özü vermir, axı Teknes dövlətin layihəsidir, o verirdi. Ona görə də belə rahat eləmişlər ki, çox adam götürsünlər, daha çox pul mənimsəmək belə pis çıxır, amma yəni
daha çox uşaq götürəndə daha çox pul qazanacaqlar da. Məbləğlər də o qədər yüksək idi ki, 5-6 aylıq təlimi 3000 idi, 4000 idi. Nə qədər də endirim eləsələr belə mən özüm yenə 1000 manat verməli olurdum da. Yəni 60-70% məndə də endirim var idi. Mən də verməli idim, mən də getmədim düz. Saxladım ki, növbəti illərdə gedərəm. İndi də heç Teknest yoxdur mən bilən. Neçə aydır Texnesi yoxdur. bağladılar. Neçə Hə. aydır keçəni bağladılar. Mən əslində Texnesə müraciət etmək istəyirdim. Divlə kontaktın ki ayrıdır. Əvvəl Texnesin içərisində idi. Sonra ayırdılar. Texnes keçən ildən bəri bağlıdır, amma bu illəri mən bilən açılmalıdır. Sadəcə bir neçə kurs olacaq orada. Onda o vaxtı mən onun yalancısıyam. O həmən adam demiş ki, bağlandı. Biz gələn il üçün açacağıq, amma sadəcə o bir neçə kursla olacaq. Və proses də çətin olacaq deyə bilirəm. Amma bilmirəm bu il olacaqmı, gələn olacaq yoxsa yox. Amma açılmalıdır. Nərminə Bəşir xanım. Salam bir daha Əlizamin bəy. Çox təşəkkür edirəm məlumatlar üçün. Başdan dinlədim sizi. Mənim sualım bundan ibarətdir ki, bəzən dil məsələsində çox narahat oluram. Məsəl üçün, tutaq ki, özüm haqqında məlumatları ingilis dilində paylaşıram, amma paylaşımlar, kontenti ingiliscə yox, Azərbaycan dilində paylaşanda hansısa bir, necə deyim, fərqli görsənmə, yəni görünmə olur. Adətən məsələn izlədiyim insanlar elə ingiliscə paylaşırlar. Və bunun əsas problemi bununla bağlıdır məndə. Nə tövsiyə eləyərsiniz? Düzdür, hələ ki yeni hesab açmışam özümə və editləmə çox da aparmamışam. Məndə aşırı mükəmməliyyətçilik var. Ona görə yəni çox yarımçıq qalıb da, demək olar əlim də getmir. Nə tövsiyə eləyərsiniz? Səhifənizin adı nədir? Nərminə Bəşirova. Başirov. Mən bir siz bir dəqiqə nəyə oxşuyuram? Hal-hazırda özümü ona bənzədirəm. O olur ad soyad deyil, Quran asırı. Nərminə Bəşirova yazın. Zəhmət olmaz. Asırı, buyurun və sizə girəsən. Budur. Bəli, hələ ki sıfırdır. İndi. Birinci məsələmiz şəklimizdə. Yox, mən deyiləm. Çox sorry. Bu deyil. Yox, deyiləm. Başirova. Basirova. O da. Narmina Basirova. Aha. Böyük hərflər. Vurum çıxacaq məncə axtarışa vuranlar. Sizin taleyiniz bağlıdır, xanım. Yox deyil. Bax, budur. Zakir. O Gürcant hüquq tələbəsi Bakı Dövlət Universitetində. Tüm kişilər. Hə, Bu orada. iki nəfər. Budur. Hadi budur. Oyda. Siz gör. Axtarışda belə şeyə düşürsünüz, aşağıya düşürsünüz. Çünki sıfırdır hesabım. 8 bağlantıdır. Law School, Paşa Bank, Milli alanları. Yeni yükləmişəm, heç nə qeyd eləməmişəm. Amma bir yerdən başlamaq, əvvəlki hesabımı sildim deyə bir də yenidən başlamalı oldum. Bizdə dəqiqə çox üzr istəyirəm. Telefonumu bir dənə saytkaya qoyum. Çünki kompüterin 2% artqası var telefonumda. Problem deyil. Bəli. Yoldaşlar, Ərzan bəy gəlincə, deyirəm, hazır Ərzan bəyin bir əli dəymişkən hamının burada olanların LinkedIn çək eləsin bir, baxsın görsün nə əyrimiz, əskiyimiz var orada. Mamamın bir sözü var. İndi Allah uzaq eləsin, deyir, molla gəlmişkən ölən ölsün, qalan qalsın. Xanım, bir şey.